Bugün Mingəçevir şəhid anaları ilə Şuşaya ziyarətə gəlmişəm. Heç kimə mən kim bəsləməmişəm. Amma indi düşünmədim ki, belə bir insana çevirər həyat məni. Ermənilərə nifrətim var, çox. Boş qaldı xəyalda qurduğum evim. Mən çox həssas adamam. O qədər safam ki, sözə alınıb, qarşımdakı kəsi özüm sanıram. Sənə görə nigaranam, Elmarım, hardasan balam, həyatımın möcüzəsi hardasan? Gezəcək balam, hamı gezəcək, biz ancaq savab və günah qalacaq. Gör nə qədər qəribə dünyanın işidir ki, analarım, qazanıb yığdığımız illər boyunca bir yerdə qoyub çıxıb gedəcək. Dünya fanidir. Mərhəmətli olmaq şəhid ailələrinə yaraşır. Mən nə qədər göstərsəm ki, insanlara ki, mən yaxşıyam, mən sağlamam, amma bacarmıram. Gəlin mərhəmətli olaq, Allahdan qorxaq, Allah bizimlədir. Allah bütün xəstələrə şəfa versin. Qazilər də onun içində.